Herkese salam, kanalıma xoş gəldiniz. Bugün mən iki rəngli, çox dadlı ev peçenyalarının reseptini sizlə bölüşmək istəyirəm. Hər kəsin rahat bir şəkildə hazırlayacağı, istər dadıyla, istər görüntüsü ilə hər kəsin xoşuna gələcək peçenyalar alındı. Peçenyalarımızın hazırlanmasına keçməmişdən öncə videonu bəyənsəz like etməyi, kanalıma abunə olmağı unutmayın ki, mən yeni videolar paylaşan zaman ilk olaraq siz xəbərdar olasınız. İndi isə keçək bu gözəl, ləzzətli, möhtəşəm peçenyalarımızın hazırlanma qaydasına. Peçenyamızı hazırlamaq üçün ilk öncə yoğurma qabımın içərisinə gördüyünüz kimi biraz duz səpmişəm. Daha sonra içərisinə 150 qram ev temperaturunda olan ərimiş kərə yağı, daha sonra 1 stakan yarım şəkər tökürəm və onları bir-birinə gözəl bir şəkildə qarışdırıram. Siz istəsəz kərə yağı yerinə dur yağdan da istifadə edə bilərsiniz, amma dadının daha çox dadlı olmağını istəsəniz mütləq kərə yağından istifadə edin. Gördüyünüz kimi gözəl bir şəkildə qarışdırdım və bütün ərzaqlar həmişəki kimi otaq temperaturunda olmalıdır. Üzərinə 1 paket vanil və 1 paket qabartma tozu tökürəm. Əgər evdə qabartma tozu yoxdursa, təbii ki, çaylı sodadan da istifadə edə bilərsiniz, yəni karbonatdan da istifadə edə bilərsiniz. Unumuz da mütləq ələnmiş olmalıdır. Bu puf nöqtələr şirniyyatların hər birində həqiqətən çox önəmlidir. Daha sonra içərisinə 2 ədəd yumurtamı tökürəm və tam qarışana qədər gözəl bir şəkildə qarışdırıram. Gözəl şəkildə qarışdırdıqdan sonra içərisinə mütləq bir şəkildə ələnmiş olan unumdan az-az tökürəm. Ununuzun keyfiyyətindən, yumurtanın kiçikliyindən, böyüklüyünə görə ununuz az-az tökün ki, birdən-birə xəmiriniz bərk, yaxşı olmayan xəmir olmasın. Görüntü olaraq baxdığımız zaman ilk öncə sərt xəmir görüntüsü verir, amma yumşaq, gözəl, əl vurduğumuz zaman batan bir xəmir əldə etdik. Daha sonra xəmirimi 2 hissəyə bölürəm və 2 hissəyə böldükdən sonra bir hissəni ayrı qaba alıram və içərisinə 2 çay qaşığı kakao tökərək xəmirimi yenidən yoğururam. Xəmirimizi yoğurduğumuz zaman artıq xəmirimizin rəngi də dəyişir. Qapqara bir xəmir əldə edirik. Artıq iki xəmirimin ikisi də ağdır. 2 cür xəmir əldə etdik. Biri kakaolu qara xəmir və biri də ağ xəmir. Daha sonra isə hər bir xəmirdən ayrı-ayrılıqda balaca yumru-yumru şariklər düzəldirik. Və bu şarikləri çox da iri etməyin. Xırdalığı nə qədər balaca xırda olarsa, peçenyalarınızın görünüşü də o qədər daha gözəl görünər. Yəni çox iri də olmaz, normal peçenya görünüşündə olar. Hər iki belə deyim, xəmirdən gördüyünüz kimi balaca mıncıqlar düzəltdim. İndi isə keçirik ən əsas və ən maraqlı hissəyə, peçenyalarımıza forma verməyə keçirik. Bu hissəni kəsmədən montaj etdim ki, birinci dəfə çətinlik çəkənlər artıq neçə dəfə baxıb rahat bir şəkildə etsinlər. Çox asandır. İstifadə edəcəyik, demək, hər iki xəmirimizi ardıcıllıqla qoyuruq. Birinci ağ xəmir, daha sonra kakaolu, yenidən ağ xəmir, daha sonra yenidən kakaolu xəmir qoyuruq. Belə deyim, kakaolu xəmirlər bir-birinə baxacaq, ağ xəmirlər də bir-birinə baxacaq üz-üzə. Daha sonra əlimlə yenidən onları belə
forma verirəm, yumrulayıram belə deyim və artıq forma göz önündədir. Həqiqətən çox gözəl görünür. Görüntü olaraq iştah açıcı görünümə malik bir peçenyalar alındı. Çox dadlı. Hər kəsə məsləhət görürəm. Etsəz peşman olmayacaqsınız. Və onu deyim ki, əsas olaraq formanı verdikdən sonra üzərinə çox da basmağa ehtiyac yoxdur. Görün, elə bu cür toppuş halda da qalsın. Çünki sobada da bişdiyi zaman biraz daha enlənir. Ona görə də formasını tam saxlasın. Yəni çox da enli olmasın. Biraz ensiz və toppuş halda olsun. Artıq peçenyalarımın çiğ halı tam hazırdır. Görüntüdən də nə qədər gözəl göründüyünü görürsüz. Daha sonra soba listimin içərisinə bir dənə yağlı kağız qoydum. Siz yağlı kağız qoymaya da bilərsiniz. Çünki peçenyaların o qədər də yapışmır o qədər də və daha sonra peçenyalarımı düzürəm soba listimin içərisinə və 150 dərəcədə alt üst rejimdə bişirirəm 6 bişənə qədər. Və çox tez bir zamanda pişir. Sobanızdan asılı olaraq 15-20 dəqiqə maksimum bişir. Daha sonra artıq mənim peçenyalarım tam hazırdır. Gördüyünüz kimi istər görüntüsü ilə, istər dadı ilə həqiqətən çox bəyənəcəyiniz peçenyalar hazır oldu. Hazırlamağa dəyər. İnşallah ki bu videomu da bəyəndiyiniz videolar sırasına girər. Həvəslə baxarsınız. Növbəti videolarımda görüşənə qədər hələlik.